Adamı kişi vurar da, ne olar? Olur da, olar da. 5 dənə arvadım 5-nə də baxa bilən güclü kişidir. Hər bir qadın sahibi olan qadındır əslində. Bəlkə femkalar gəldilər, başladılar soyunmağa sənin evin yanında niger aksiya keçirməyə. Təəssüflər olsun ki. Media cəmiyyətin şuurunu formalaşdırır. Buna görə də Gender Media Watch olaraq Azərbaycanda ilk dəfə mediada gender əsaslı ayrı seçkilik və nifrət nitqlərini araşdırdıq. Apardığımız tədqiqatın nəticələrini sizinlə də paylaşacağıq. Dekabr ayının 13-də isə bu tədqiqat hesabatının təqdimatı olacaq və sizi də aramızda görməyə şad olarıq. Bu hesabat son bir il ərzində apardığımız gərgin monitorinqi, geniş miqyaslı sorğu və araşdırmalarımızın nəticəsini əhatə edir. Apardığımız sorğular dəhşətli faktları da ortaya çıxarıb. Belə ki, respondentlərin 97,5%-i son bir il ərzində mediada gender əsaslı nifrət nitqi və ayrı seçkilik ifadələri ilə qarşılaşdığını bildirib. Nəticə vəziyyətin nə qədər ciddi olduğunu göstərir. İnanırıq ki, Gender Media Watch-un bu hesabatı Azərbaycan mediasında adi hala çevrilən gender əsaslı nifrət nitqi və ayrı seçkilik ifadələrinə fundamental və əsaslı bir baxış gətirəcək. Tədqiqatın nəticələri ilə maraqlanan, cəmiyyətin gələcəyinə, qadınların psixoloji, fiziki zorakılığa məruz qalmasına biganə qalmayan hər kəsi bu tədbirdə görməyə şad olarıq. Yerlər məhdud olduğu üçün bizə indidən mesaj yazın. Sizə qeydət linki göndəriləcək.